Yaxşı, Sarı. Yaxşı, hə? Yığacam sabah. Sabah reklamın var. Hə, var, Xırdalandayam. Ailəvi gedib gəzərik. Xırdalandayam da sabahları. Xırdalanda? Var yanında vaqa. Başqa niyyətim var deyəsən. Qrup hava yaparsan. Yox, mənə bana söz istəyirəm. Alimenti verməsin, alimenti verməsin deyə. Dalına şirin eləmə baqa. Tərbiyən olsun, az baxırlar. Mənə yox, bir dənə yerdə məclis danışmışam. Məclis danışmışam. Mənə məclis danışmışam. Deməli gedirik, otururuq orada, yeyirik. Adama bir 200-300 manatlıq şot gələcək. Onunla da elə bir alimentin pulunu veririk. Sən sonra herkese görürsün haqqı yiyir. Bax, alimenti sən ödürsən, mən niyə əziyyət çəkirəm sənə görə? Ay bala, mən sizə yemək alacam da indi restoranda. Yox, lazımdır. Hələ bir uşağım apar. Yaxşı, sabah yığacam da. İkizini. Zarafat ya uşağı apar, hələ zarafat bir yana. Bir uşaq yatdan çıxardı bu səni. Tanımır mən. Bizi görsün, yox bu şey. Mən özümü... Allah evinçsin, mən gərək birinci özümü tanıyım ki, sonra uşaq mənə tanısın da. Sus, düzdür. Razıyam. Yaxşıdır, yığacam sabah. O, yerin kəsdir də. Ay, yaxşı. Sən ağzını açın. Ay, işlama, bu ağzının danışığın həmişə belə də söyüşçüldür. Yaxşıdır, mehriban olun, bir-birinizlə danışın WhatsAppda. Mehriban olun. Pul düzəldin görək, mənə gün ağlamaq lazımdır. Qocalıram bu şey. Mənə gün ağlayın. Az, nə oldu? Sən pulla qidalanırsan, ay bala, təzə atmamışam pulu. 2 ayı birdən attım sənə. 95 vurma da, benzin 95'i nəyə vursan, eyni şeydə alladılar ha bala, 92 vur. Bana uşağın bağçasına verirəm pulu. Az, mən nə vaxt sən